Dostlar salam. Deməli Kia Sorento götürmüşəm. 3.3 motor. Gürcüstandan 2017 model. Yanacaq sərfiyyatı qeyriyyətən Tras'ta 11 litr alınır. Şəhərdə dardasa 19 litr yanacaq işlədir. Ancaq dizel Sorento ilə səhv salınır. Bu həqiqətən çox rıvaqlı, sürətli, mən sizə deyərdim ki, dinamik maşındır. Sadə motor, sadə korobka, turbo yox, bir şey yox, variator yox. Kartadan BMW gəlib qaçmaq lazımdır. Əri qaqaş. BMW belə sürərlər var da, trasa çıxıb 100-lə, 110-la yox. 110-la sürücüsü də gelin Cruze Prius alın. Əri qaqaş, baxa görə qardaş BMW-ni necə sürüb biz də arxasına gedək. Sorento haqqında avtomat sadə 6 pillə korobkadır, sadə motordur, turbina yox, charger yox, heç bir şey yoxdur. Görün BMW getdi. Baxa belə nə basır bizə. Allah, hara getdin? Allah, 160. Herhalde Sorento ilə sıxmaq çətindir. Bu arabanlar da vurur Timboli. Dizeldən fərqli olaraq bu çox rıvaqlıdır. Çox sürətlidir, sadə sistemləndir. Ancaq problem orasındadır ki, yəni bu razdatka sistemi hansı ki, əri qaqaş BMW-yə sağdan qoydu, getdiyə basmadan. Еще раз. Гоняем. Давай. Çatmayacağım diye, ha? Əri qaqaş 180'dan çatdıq, amma maşına çatmaq hələ ki. Belə Sorento haqqında razlıqda sistemi bərbad, heç buza qara da yaramır. Yəni bunu off-roader kimi almağa dəymir. Qaldı ki, digər məsələlərə 3.3 motor, yəni yarım milyonluq motordur, ancaq təəssüf ki, çox yanacaq işlədir. Ancaq sürətlidir. Tək problem idarə olunmur. Bir də bərbad torun sistemi var, barabanlar tez sıradan çıxır. Bu qədər. Sözü olan bildirsin, müzakirə edək.